2026-cı ilin yanvar ayının 1-dən etibarən xaricdən ixal olunan hibrid və elektrik avtomobillərə tətbiq edilən ƏDV və gömrük rüsumlarının güzəştlərin müddətinin başa çatıb. Bu da o deməkdir ki, taksi sektorunu əhatə edən istər fərdi istifadə üçün nəzərdə tutulan həmən bu avtomobillərin rüsumunun artması, alıcı qüvvənin avtomatik olaraq ikinci əl nəqliyyat vasitələrinin almağına daha çox maraq göstərir. Söhbət büdcədən gedir. Və ikinci əl avtomobillər aydın məsələdir ki, yeni avtomobildən fərqli olaraq amortizasiya müddətinin başa çatması bu Avropadan, bu Amerikadan və Koreyadan gələn nəqliyyat vasitələrini nəzərdə tuturam. Və bununla yanaşı ikinci əl avtomobillərin həm keyfiyyət, həm amortizasiya dövrü bitdiyinə görə ehtiyat hissələrinin tələbatı artır. Və bundan sui-istifadə edən bəzi iş adamları kifayət qədər qiymət artımı müşahidə edilir. Bu düşünürəm ki, çox çəkməyəcək, qısa bir müddət əhatə eləyir. Misal üçün BYD markalı avtomobildən gedirsə, BYD markası Azərbaycanda rəsmi distributor olmalıdır. Hələlik bu mövcud deyil. Bu bazarda o yer alana qədər sui-istifadə edib qeyri-qanuni yollarla kifayət qədər rüsumlar üzərinə qoyub, onu istər taksi fəaliyyətində, istər fərdi insanlara satışa çıxardan işbazların fəaliyyəti davam edənə qədər bu davam edəcək.